Bəzi qardaşlar deyir ki, saqqalı tam qırxmamaq şərti ilə 4 barmaqdan da az saxlamaq icazəlidir və saqqalı çox saxlamaq vacib deyil. Bu doğrudurmu? Xeyr, bu doğru deyil. Alimlər 4 barmağın hökmündə ittifaq ediblər. 4 məzhəb alimləri ittifaq ediblər ki, 4 barmaq ən azı nədir? Vacibdir. Çünki Rasulullah s.ə.v hədislərində yalnız saqqalı saxlamağı əmr edir. Saqqalınızı uzadın, saqqalınızı artırın, saqqalınızı vurmayın kimi ümumi ləfslərdir. Və bu ləfslərin hər biri də saqqalı qısaltmağı buyurmur, əksinə uzatmağı əmr edir. Lakin orada bir məsələ gəlir ki, yalnız İmam Əhmədin məzhəbində var ki, İmam Əhməddən belə bir görüş var ki, o da İbn Ömər radiyallahu anhümənin feylinə görə ki, həcdə və ümrədə olarkən 4 barmaqdan artığını kəsmək olar. 4 barmaqdan artığını kəsmək olar, amma 4 barmaqdan daha da azaltmağı bunu deyən yoxdur. Əhl-i sünnədə mötəbər belə bir görüş yoxdur. 4 barmağın hökmündə də o da nəyə görə deyirlər? Allah Azza və Cəllə ayədə buyurur ki, Quran-ı Kərimdə buyurur ki, muhalliqinə ruusakum və muqassirinə la təxafun. Siz tədxulunəl məscid-i harama inşallah muhalliqinə ruusakum və muqassirinə la təxafun. Siz inşallah məscid-i harama, yəni Kəbəyə daxil olacaqsınız. Əmin-amanlıq içərisində saçınızı qırxmış halda və qısaltmış halda. Və İbn Ömər radiyallahu anh bu ayəni təfsir edir ki, saç qırxmaq saça aiddir, qısaltmaq isə saqqala aiddir. Həcdən sonra saqqalı qısaldardı. Və İmam Əhməd rahimehullah da bunun üzərinə fətvə verib ki, həccə və ümrəyə gedən 4 barmaqdan artığını kəsə bilər. İbn Ömərin feylinə görə həcc və ümrədən sonra 4 barmaqdan artığını kəsə bilər. Lakin digər 3 məzhəb, Hənəfilər, Şafilər və Malikilər isə hətta onun da haram olduğunu deyiblər. Bu yüzden deyirik ki, belə bir fətva, belə bir rəy yoxdur ki, 4 barmaqdan da daha da azaltmaq deyən bir rəy yoxdur. Və bunu da deyən, biz o adama dəlil tələb edirik ki, bu dediyin şeyinin dəlilini gətir. Dəlil gətirə bilməzsənsə, o zaman borcundur ki, dəlilə tabi olasan. Düzünü Allah bilir.